Siz elə bilirsiniz ki, tısbağalar çanaqlarını tərk edə bilər? Xeyr, tərk edə bilməz. Tısbağaların omurqası 5 şöbədən ibarətdir. Boyun, döş, bel, olma və quyruq. Çanaqdan kənara çıxan boyunla quyruqdur. Amma döş, bel, olma isə çanağa bərkimişdir. Çanaqdan itiraf ayrılmır. Tısbağalar var: quru tısbağası, dəniz tısbağası və bataqlıq tısbağası. Quru tısbağaların ön ətrafında 5 barmaq, arxa ətrafında isə 4 barmaq olur. Və istəyirsiniz ki, ay müəllimə, burada bunun ön ətrafında barmaq yoxdur, çünki bu dəniz tısbağasıdır. Üzməklə əlaqədar olaraq bunun ön ətrafları kürəyə çevrilmişdir. Gördüyünüz kimi kürəyə çevrilmişdir. Və dəniz tısbağaların çanağı daha yastı olur suyun təzyiqinə görə. Quru tısbağaların çanağı isə daha qabarıq formada olur. Bir də var bataqlıq tısbağaları. Bataqlıq tısbağalarının isə ön ətrafında 5 barmaq olur. Amma bu barmaqların arasında üzmə pərdəsi olur. Qətiyyən səhv salmırıq uşaqlar. Dəniz tısbağalarında ön ətrafı kürək, bataqlıq tısbağasında isə ön ətraflarda üzmə pərdəsi olur və arxa tərəflərdə hamısında 4 barmaq olur.